Herkese salam. Simurq quşu və ya zümrüd quşu, zümrüd anka, feniks və digər fərqli adlarla tanınan bu mistik obraz haqqında müxtəlif xalqlara aid qədim mifologiyadan tutmuş, bədii əsərlərə qədər bir çox mənbələrdə ibrətamiz rəvayətlər, əfsanələr mövcuddur. Hər biri müəyyən bir fəlsəfi anlam daşıyan bu hekayələrdən ən çox bəyəndiyim Fars şairi Fəridəddin Əttarın Quşların Dili sufi poemasındakı Simurq əfsanəsini səsləndirəcəm sizlər üçün. Rəvayət olunur ki, quşların bilgəsi olan Simurq Qaf dağının zirvəsində yaşayırmış. Bu quşun xüsusi olmasının səbəbi göz yaşlarının şəfalı olması və öldükdən sonra yanaraq kül olub küllərindən yenidən dirilməsi imiş. İnancılara görə Simurq dünyanın ən yüksək zirvəsində, buludların belə çatmadığı Qaf dağının başında, həyat ağacının budaqlarında yaşayırmış. Hətta yer üzünə də bu həyat ağacının toxumunu ilk dəfə məhz o gətirmişdi. Bütün quşlar ona inanır və çətin anlarda Simurqun onları xilas edəcəyini düşünürmüşlər. Nə vaxt ara düşsələr, hamı Simurqu gözləyərmiş, lakin o heç vaxt gəlməzmiş. Beləliklə, quşlar artıq Simurq haqqında olan ümidlərini itirməyə başlamışlar. Günlərin bir günü uzaq ölkələrdən bir quş dəstəsi Simurqun qanadlarından bir tük tapır və bunu duyan bütün quşlar yığışıb onu tapmağa və ondan kömək istəməyə qərar verirlər. Amma Simurqun yuvası Qaf dağının təpəsindəymiş və ora çatmaq üçün bir-birindən çətin 7 vadini keçmək lazım imiş. Quşlar birlikdə göyə doğru uçmağa başlayırlar. Aralarında ən müdrik və təcrübəli quş olan şanapipik, hutut quşu dəstəyə rəhbərlik edir. O quşlara Simurqa çatmaq üçün 7 çətin vadidən keçməli olduqlarını deyir. Bu vadilərin hər biri ruhani bir sınaq, bir maneə idi. Birinci vadi, iradə və ya arzular vadisi. Bu yer quşlar üçün cənnət kimidir. Burada zövq, səfa var. Onlar istədikləri hər şeyi iradə vadisində tapırlar. Burada heç bir məhdudiyyət yoxdur. İşləyib çalışmadan vəzifə sahibi ola biləcəklərini, hər şeyə sahib ola biləcəklərini sanırlar. Quşların çoxu vadinin sehrinə tutulub o qədər çox şey istəyir ki, bu vadidə bir çox itki verilir. Burada quşlar öz egoları, nəfsləri, istəkləri ilə üzləşir. Əxlaqi qüsurlarından təmizlənməyə çalışırlar. Bir çox quş bu yolda qərarından dönür, rahatlığı seçir. İkinci vadi, eşq vadisi. Vadiyə girəndə bütün quşların gözünü duman bürüyür. Burada olan daş, odun parçaları onların gözlərinə qul quşu kimi görünür. Gözləri kör olmuşdu. Bəziləri, məsələn, bülbül öz gülünə olan sevgisini bəhanə edərək geri dönür. Qartal yüksəkliklərini tərk edə bilmir. Kəklik yuvasını, balalarını. Beləcə onlar sürüklənir və çoxu gözdən itir. Üçüncü vadi, cahillik və ya təbəssüm vadisi. Bu vadidə hər şey gözəl görünür. Simurqu belə unudurlar. Hara getdiklərinin əhəmiyyəti yoxdur. Maraqlı əşyalar görürlər, amma onların nə olduqlarını sorğulamırlar. Onlar əhəmiyyət vermədikcə düşünməməyə başlayırlar. Düşünmədikcə unudurlar. Unutduqca yükləri yüngülləşir və məqsədsiz gülümsəməyə başlayırlar. Burada quşlar yalnız ağlın deyil, həm də qəlbin hiss etdiklərini, sahib olduğu bilgiləri dərk etməli, həqiqəti qəbul etməli idilər. Bu yolda da quşların sayı xeyli azalır. Dördüncü vadi, inamsızlıq və ya şübhə vadisi. Vadiyə girəndə hər şey birdən öz mənasını itirir. Simurqu tapmağın heç nəyi dəyişməyəcəyini düşünürlər. Öləcəklərini iddia edənlər, Simurqun çarə tapa bilməyəcəyini deyənlər, hətta bəlkə Simurqun heç mövcud olmadığını düşünənlər, bütün bu vaxtın puç olduğunu, zəhmətlərinin hədər getdiyini dilə gətirənlər də var idi. Bütün bunlardan sonra quşların bir çoxu yolu tamamlaya bilməyəcəklərini və ya tamamlasalar da faydasız olacaqlarını deyib geri dönürlər. Bu yolda şübhələr, qorxular və inamsızlıqlarla mübarizə aparmalı, yollarına davam etmək üçün dərin inam tapmalı idilər. Beşinci vadi, yalnızlıq və ya vəhdət vadisi. Vadiyə girən bütün quşlar qorxuya düşür.
Onlar olduqları yerdə yalnız özləri varmış kimi narahat olurlar. Ac olan ancaq qarnını doyurmağı düşünür. Tək ovlandığı üçün uğur qazana bilmir və daha böyük heyvanlara yem olur. Hər biri öz başına hərəkət etməyi seçir və yolunu tək tapmağa çalışır. Onlar özlərini tək hiss edirlər, sanki heç kim yoxdur. Halbuki milyonlarla quşun eyni məqsəd üçün uçması onların ağıllarının ucundan belə keçmir. Bu vadi hər şeyin bir olduğunu, bütün varlığın bir mənbədən gəldiyini dərk etməyi tələb edirdi. Burada şəxsi mənliyin önəmsizliyi başa düşülməli idi. Birimiz hamımız üçün, hamımız birimiz üçün məntiqini dərk etməli idilər. Lakin bu yolda da irəliləyən çox az sayda quş oldu. 6-cı vadi, qeybət və ya təəccüb vadisi. Quşlar vadiyə girəndə hər küncdən pıçıltılar eşidilməyə başlayır. Ən arxadakı quş deyir ki, Simurq yenidən doğulanda onun tükləri yanıb. Qarşıdakı quş bunu eşidir və deyir ki, yanmış tüklər bir daha çıxmayıb. Başqa bir quş onun yanan tükləri çıxmadığı üçün gizləndiyini söyləyir. Digəri bunu eşidir və deyir ki, Simurq əhvalı pis olduğundan gizlənərkən onu görənlərə zərər verib. Öndəki quş bunu eşidəndə deyir ki, hamını incidən Simurq buna dözməyib özünü öldürüb. Başqa bir quşa xəbər verilir ki, getməyə ehtiyac yoxdur. Simurq artıq yoxdur. Bir çox quş şayələrə inanaraq geri qayıdır. Təəccüb vadisində quşlar həyatın mürəkkəbliyi, varoluşun böyüklüyü qarşısında heyrətlərini və özlərinin nə qədər kiçik olduqlarını dərk etməli idilər. Yolun hələ də sonsuz görünməsi onları təəccübləndirir və məyus edirdi. 7-ci vadi. Mən və ya heçlik vadisi. Bütün quşlar mən vadisinə girən kimi onlarda fərqli bir hiss oyanır. Kimisi o biri quşun qanadını tənqid etməyə başlayır. Kimisi hər şeyi bildiyini iddia edir. Kimisi səhv yolla gedilir deyib qarışıqlıq yaradır. Hər başdan bir səs çıxır. Hər birinin öz fikri var və hamısına da öz dediyi doğru gəlir. Hamısı ön planda lider olmaq istəyir. İrəli getmək üçün bir-birlərini əzməyə davam edirlər. Ta ki vadidən çıxana qədər, məndən uzaqlaşana qədər. Yoxluq və ya heçlik vadisi ən çətin vadi idi. Burada quşlar öz fərdi varlıqlarından, egolarından tamamilə imtina etməli, mənlərini yox edərək ilahi birlikdə əriməli idilər. Uzun və əzablı bir səyahətdən sonra minlərlə quşdan yalnız 30 quş yorulmuş, zədələnmiş, lakin inadla irəliləyərək Qaf dağının zirvəsinə çatır. Onlar nəhayət Simurqun yuvasına çatdıqda böyük bir təəccüb yaşayırlar. Simurq orada yox idi. Onun yerində yalnız bir güzgü dayanırdı. Şanapipik onlara sirri açır. Axtardığınız Simurq elə siz özünüzsünüz. Si, 30, Murq quş deməkdir. Buraya tam 30 quş gəlib çatmışıq. Siz özünüzü yox edərək birliyə çatıb, bir bütün olaraq Simurqa çevrilmisiniz. Quşlar başa düşürlər ki, axtardıqları ilahi varlıq kənarda deyil, onların hər birinin içində, kollektiv şuurun və birliyin gücündə gizlənib. Onlar öz daxili Simurqlarını kəşf etmişdilər. Məntiq üttəyir və ya uçmağın məntiqi poemasında quşların səyahəti insanın öz daxili dünyasına, nəfsini tərbiyə etməyə və ali həqiqətə çatmağa yönəlmiş mənəvi yolunu təmsil edir. Bu, hər bir fərdin öz içindəki ilahi qığılcımını tapmağa çalışdığı bir macəradır. Bəs siz necə? Öz daxilinizdəki Simurqu kəşf etməyə hazırsınızmı?